Bismillah, elhamdülillah, və salatu və selamu alə mən lə nəbiyyə bə'də. Quranı əzbərləməyə başlamazdan əvvəl, yəni hifz etməyə başlamazdan əvvəl, insan qəlbin və zihnin təmizliyini ən ümdə meyar tutmalıdır. Yəni Quran-ı Kərimi əzbərləməyə oturda, insan qəlbini narahatlıqlardan, zihnini yayındıran hər bir fikirlərdən təmizləməlidir. Və insan bilməlidir ki, vaxt azdır və həyat sürətlə keçir. Sakit və təmiz bir vaxt seçməyə diqqət etsin. Hər şeydən əvvəl Allaha təvəkkül etsin və ondan kömək diləsin və həqiqətən bilsin ki, Allah ən gözəl vəkildir və ən gözəl qoruyucudur. Və Allahdan qorxsun, Allah subhanahu teala ona Quran-ı Kərimin əzbərləməsində ən böyük yardımcısıdır. Allah buyurur: "Vəttəqullah yuallimkumullah." Allahdan qorxun, həqiqətən Allah sizə öyrədər. Yəni elmin əsasında, elmin kökündə təqva dayanır. Allah subhanahu taala bizi həqiqi təqva sahiblərindən eləsin.